Hamıza salam, kanalıma yenidən xoş gəldiniz. Məncə hamıya maraqlı olan və hamıya aid, çoxuna aid olan bir fikirlə gəlmişəm. O da budur ki, Azərbaycan gəncləri istədiyi ixtisasda oxuyub istədiyi işi işləyirmi? Mənə çox yazmışsınız və yazdıqlarınızdan bunu anladım ki, məncə bu söhbət çox qlobaldır və hamı bu haqqda danışmaq istəyir və hamının belə deyim yaralı yeri də hamı danışmaq istəyir. Ona görə də fikirləşdim ki, elə mövzumuz bu olsa yaxşı, çünki özünüz istəmişdiniz. Şərhlərdə fikirlərinizi gözləyəcəm. Ümumiyyətlə mənə gəlir ki, biz təhsil almaq işini çox abardırıq ölkə olaraq. Ali təhsil almağı. Bunu mənə 5 il bundan əvvəl desəydiniz, mən deyərdim ki, yox da, yəni lazımdır da başa düşmədim. Universitetə girməliyik, başqa nə etməliyik ki? Amma çox təəssüf olsun ki, artıq müəyyən bir dönəmə gəlib çatandan sonra, universitet oxuyub bitirəndən sonra hətta baxırsan ki, əslində biz nəyə görə belə məcbur eləyib özümüzü mütləq dərəcədə hamı universitet oxumalı deyir. Yəni bildiyin hamı fərq eləmir, savadı olan, savadı olmayan, ürəyi istəyən, ürəyi istəməyən, bacaran, bacarmayan, hamı, yəni nə olur olsun, sadəcə bəzən elə adamlar tanıyıram, deyirlər ki, nə olur olsun, pulluya düşsün, nə bilim qiyabıya düşsün, oxumaq istəmir və yaxud da ki, o qədər bazası yoxdur. Deyirlər ki, heç nə olmasın, axı yenə də nə universitet tələbəsi olsun, ad olsun ki, ali təhsili var. Bu bizdə məncə artıq biraz xəstəlik halını alıb, çünki hamı bu dəqiqə yəni universitet oxumaq istəyir və istədiyini oxuyur. Yəni bunu keçdim qırağa, bu da bəlkə bir ayrı günün mövzusudur, amma istədiyimiz ixtisası oxuyuruqmu? Sual bundan ibarətdir. Bilmirəm, başqa məktəblərdə də var, bəzi məktəblərdə məncə var, bizdə də var idi ki, biz 9-cu sinifə çatan kimi artıq bizə məcbur şəkildə soruşdular ki, bu dəqiqə deməlisən ki, neçənci qrupa gedirsən. Yəni 9-cu sinifdə oxuyan bir şagird əslində həqiqətən ixtisaslar nədir, iş aləmi nədir, nə olmaq istəyir, nəyi bacarar, o özünü hələ o dərəcədə inkişaf elətdirməyib və özünün qabiliyyətini, özünün bacarıqlarını o qədər tanımır ki, onu da bilsin ki, nə edə bilər, nə edə bilməz. Məsəl üçün, sən 9-cu sinifdə oxuyan bir, 8-ci sinifdə oxuyan bir şagird hələ inkişaf eləməyib, tam formalaşmayıb və mənə gəlir ki, özü nə istəyir və nəyi bacarar bunu bilmir. Çünki hələ bu insan birinci özünü anlamalıdır. İnsan o yaşda özünü anlamır. Və bizə məcbur edib soruşdular ki, sən bu dəqiqə mənə deməlisən, çünki biz təmayüz siniflərə bölürük. Bizə deməlisiniz ki, siz neçənci qrupa getmək istəyirsiniz. Səhv eləmirəmsə 1 və 4-ü ayrı, 2 və 3-ü isə ayrı-ayrı təmayül qruplar eləyirdilər. O məcburiyyət altında biz mütləq nəsə deməliyik və deyirik, atdırıq, ikinci qrup olsun. Girin araşdırın deyirlər ixtisasları. Araşdırsan belə nə qədər, yenə də orada yazılanlar guya tam konkret olaraq düz yazılıb, yox və oxuduğun nəzəri şeylərlə praktika eyni deyil. Başa düşmürsən nə yazılıb, sadəcə baxsan fənlərə görə seçmək qərarına gəlirsən. Hə, məsəl üçün biri deyir mən kimya bilmirəm, 1 ilə 4-ü çıxır qalır 2-3, biri deyir mən tarixi bilmirəm, 2 ilə 3-ü çıxır qalır 1-4. Atırsan, tutursan, o da düşünürsən ki, axı nəyəsə qəbul olmalıyam, axı seçim birini bitsin. Amma əslində bu gələcək həyatının tamamilə həll eləyəcək, gələcəyi formalaşdıracaq bir qərardır ki, biz bunu belə seçirik də, yəni məcbur. Bunu seçəndən sonra artıq o fəndən hazırlıqlara gedirik, nə bilim başlayırıq bunu oxuyuruq, bitiririk və müəyyən balı yığırıq. Yenə də o balı yığandan sonra orada müxtəlif ixtisaslar var. O ixtisasların heç birini tanımırıq, nədir, qəribə-qəribə bizə adlar kimi görünür. Yenə də deyirlər ki, araşdır falan deyə, heç nə heç kim araşdırmır. Balın hara çatırsa, onu da yazırsan, orada düşürsən. Yəni əslində kökünə baxsaq, çox da normal olan bir şey deyil. Kökünə baxanda həyatımızı, gələcəyimizi, bizə lazım olacaq, yəni özümüzü formalaşdıran həyatı biz 1 ilin içərisində, 2-3 ilin içərisində atdı tutdu, yəni eləyirik, qurtarır. Və sonradan müəyyən yaşa gəlib çatanda, artıq həqiqətən formalaşanda, beynini, öz qabiliyyətini düşünəndə, yəni tapa biləndə, özünü anlayanda tamamilə fərqli yerdə olduğunu düşünürsən və yaxud da ki, mən istədiyim heç bu deyildi deyə düşünürsən. Deyərsən ki, dəyişməyə çalış, ixtisasını dəyiş. Real olaq, realistik olaq. Bəzən o qədər əlaqəsiz bir ixtisas ola bilər ki, sənin özünün istədiyin ixtisas və indiki ixtisasın yəni mümkünsüz də, sadəcə illər itirmək məncə də normal deyil. Ətrafımdakı çox adamlar da bunu deyir, sizlər də mənə çox yazmışsınız. DM üzərindən Instagram və TikTokdan da izləməyi unutmayın. Elə bu videonun da şərhlərdə yazın və kanalıma abunə olmağı unutmayın. Ən əsası zəng səsini açıq qoyun, çünki mən video yükləyəndə zəng səsini açıq qoymasanız sizə xəbərdarlıq gəlmir, bildiriş gəlmir, siz bilmirsiniz ki, mən video yükləmişəm. Ona görə zəng səsini mütləq açıq qoyun. Nəysə, onu demək istəyirəm ki, yəni sizin yazdıqlarınızda mən ətrafımdakı insanların gördüm ki, bu çox qlobal və realistik mövzudur. Mənim ətrafımda olan insanların bəlkə də bir 70%-dən çox istədiyi ixtisası oxumur və yaxud da ki, xəyalında olan, istədiyi, özünü gördüyü ixtisası bitirməyib, istədiyi bir peşə var, amma hal-hazırda gedib ora müraciət də eləyə bilməz. Çünki yenə də oradan sənin ixtisasına əlaqəli istəyəcəklər. Yəni bu dəqiqə
bilmirəm nə deyim, məsəl üçün kimsə həkim olmaq istəyir, amma gedib həkimi olmaq üçün təzədən oxumaq lazımdır və yaxud da tamamilə fərqli bir iqtisadiyyatda məsələn bitirən bir insan kimya ilə əlaqəli nəsə eləmək istəyir. O gedib ora müraciət eləyə bilməz o vakansiyaya. Sən deyəcəklər ki, sən ali təhsilin olmalıdır bu barədə. Yoxdur ki, təbii ki də yəni necə qəbul etsinlər. Amma bir söz deyim ki, universitetdə də deyək ki, universitetdə siz ixtisasınızı çox belə dərindən keçirlər, siz anlayırsınız. Elə də olmur. Universiteti bitirdin və gəlib başlamalısan müəyyən bir işə, vakansiyalar açılır, onlara atırsan və onlar sənə heç cavab belə vermirlər, yəni CV-ni atandan sonra. Bu da məncə elə bilirəm başqa günün mövzusudur, amma qəbul eləmirsənsə də yenə də bunu yazmalısan ki, bu səbəblərə görə qəbul olmadı. Və yaxud yaxşı səbəb də yazma, sadəcə yaz qəbul olmadı. Atırsan ya, boş vakansiyalardır. Heç bir xəbər gəlmir, bir heç nə olmayıb və bu qədər yəni bir neçəsinin bu qədər yəni olmağına artıq onların qeyri-real, qeyri-peşəkar olduqlarından irəli gəlir. Yəni vakansiyalar sözün açığı inanmırsan ki. Sadəcə elə belə çıxarılıb ora müəyyən səbəblərə görə, yəni bilirik hamımız. Yəni əslində bir vakansiya heç yoxdur. Çünki neçə dəfə artıq izlədikcə səhifələri görsən ki, bir müddət keçdi, yenə həmin vakansiya gəlir, sonra yenə həmin vakansiya. Baxsan ki, bu ola bilməz də, necə yəni bu qədər adam tapa bilməz bir adam. Sadəcə vakansiya çıxdı adında şirkət atır ora, heç yəni ehtiyac da yoxdur. Yalandan olan şeylər ki, insanların vaxtını alırlar. Bunu demək istəyirəm. Hə, sonra da səndən təcrübə istəyirlər, amma universitet vaxtında səni təcrübəyə götürmürlər. Deyirlər ki, part-time bizdə yoxdur, full-time olmalıdır. Yəni universitet oxuyur, yəni necə gedib full-time işləyə bilərsən, onu da bilmirəm. Part-time da olmur, istəmirlər. Universitet qutarandan sonra isə mütləq dərəcədə deyir ki, minimum 2 il iş təcrübəsi. O iş təcrübəsi harda olmalıdır, o 2 il, yəni harda olmalıdır, onu anlaya bilmirəm. Və sonda nə olur? Sonda bir kütlə, böyük bir kütlə istəmədiyi ixtisası bitirmiş olur, istəmədiyi işdə işləmiş olur, əgər tapa bilirsə onu da. Həyatını yəni istəmədiyi kimi yaşayır. Xüsusilə də məsələn mənə gəlir ki, bizim ölkədə bu rəssamlıqdır, rəqslər, musiqi, bu tip anlayışlara ümumiyyətlə istiqamət yoxdur. Hamı yenə deyirəm, heç özüm qarşılıq deyər sən niyə ali təhsil bitirmisən? Belə baxıram ki, əslində mənim çox gözəl çəkmə qabiliyyətim var. Yəni ondan istifadə edə bilərdim, amma yox, təbii ki, bu propagandaya mən də düşdüm ki, mütləq universitetə daxil olmalıyam. Rəssamlıq üzrə də universitetlər var falan, hamısına yəni bunlara daxil ola bilərdim təbii ki, amma nədənsə bəzən insanlara elə gəlir ki, mütləq belə fənn olmalıdır. Orda yəni ədəbiyyat olmalıdır, nə bilim, riyaziyyat olmalıdır, coğrafiya olmalıdır. Bu fənləri oxumalısan, bu fən adında bunları oxumalısan, amma elə deyil əslində. Bu söhbətdə fikrim ondan ibarətdir ki, bizi çox tez bir elə bir zamanda məcbur eləyib başlarının üstə dayandırırlar ki, bu dəqiqə deməlisən hansı qrupa gedirsən, hansı qrupu seçirsən, ondan sonra da bir yerə düşürsən və bitirirsən və sonda baxırsan ki, mən istədiyim şey bu deyil axı. Sistemin problemidir. Müəyyən aralıq götürülməlidir və yaxud bilmirəm nə ola bilər. Yəni aralıq mı verilməlidir müəyyən ki, bizim insanların yaşının, özünü dərk edə bildiyi bir zamanda sən bu qərarı verməlisən və yaxud da məcbur olunmalı mı deyil. Deyərsən məcbur da deyil, amma sistem, yəni hamımız bu sistemlə gedirik də. Baxın, 9, 10, 11. 9-da mütləq hamı hazırlıqları getdi, 3 dənə imtahanı verdi. 10-dan başlayır 11. Hələ 9-dan da başlayanlar var bu 6 fənə gedənlərə. Ondan başlayırsan, qrupunu seçdin, 6 dənə fənə gedirsən, 10, 11. Hamısı öz təcrübələrimdən, yəni öz yaşayışımı danışıram. Boş danışmıram da, özümün gördüklərimi və məncə çox məntiqsiz bir həyat tərzinin olduğunu sizə anlatmağa çalışıram ki, çünki hal-hazırda onu görürəm ki, oradan da heç bir mənası yox imiş əslində. Nəysə, 10-11-də də bu həyat tərzinə davam edirsən, axır balını topladın, balın hara uyğundur, ora bir yerə getdin. Gəlib düşmüsən indi, hə, bu ixtisas mənim ixtisasımmış. Onu deyirdim ki, bayaq əgər bəxtin gətiribsə və yaxud da doğrudan da istədiyin ixtisas seçmisənsə, nə gözəl sənin halına ki, elə istədiyin kimi də davam edirsən. Amma yenə deyirəm, təcrübələrimə əsasən, gördüklərimə əsasən çoxu, yəni çox şagird, çox tələbə istədiyi ixtisası bitirmir, istədiyi ixtisası da oxumur. Müəyyən bir dövrə gəlib, məsələn, 3-cü kurs çatanda deyirsən ki, mən bunu istəmirəm. Bu necə seçilib? Yəni burada yoxam, mənə aid deyil bu, amma gec olur. Çox gec olur. Sistem bizi bir növ belə bir korobkaya salır, qutunun içinə salır və biz başlayırıq 9, 10, 11 universitetə daxil oldum. Bunu oxuyub qurtardım. Universitetlərində də oxudum və sonra işlədim. Mənə gəlir ki, bu pis nəyə səbəb olur? İnkişafın hər sahədə, yəni inkişafın dayanmasına. İnkişaf olmur. Nəyə görə? Çünki ixtisası qurtarır, məcburdur ki, nifrət elədiyi bir ixtisas məsəl üçün kimsə deyək ki, məsələn, biri var ki, adi qaydadan yaxşı işləyərəm. Biri var ki, konkret istəmir. Amma məcbur bir ixtisas qurtarıb və işləməlidir də bu adam, pul qazanmalıdır. Gedir işləyir orada, həvəssiz, istəksiz, sırf sadəcə pul adına, yəni olsun ki, bilim ki, işləyimdə yəni bu mən nə edə bilərəm deyir, işləyir və
Orada nə inkişaf ola bilər? Sadəcə başından gəldi eləsin ki, qurtardı. Bir ixtisas bu, bir sahədə bir başqa adam yenə eyni şey eləyir, o bir sahədə yenə başqa bir adam bir şey eləyir və bir dənə baxın ümumi bunları götürəndə görün inkişaf nə qədər azalır. Hər kəs öz istədiyini eləsə daha həvəsli olar, daha canlı qoyar o işə, daha çox inkişaf eləməyə çalışır, nələrsə yeni şeylər eləyər, daha sürətləndirər prosesi. Çünki istədiyini eləyir axı bu adam. Sevə-sevə eləyir bunu, məcburiyyətdən eləmir. Və görün hər sahə ayrı-ayrı elə inkişaf eləsə, yəni bir dənə düşünün necə gözəl şeylər ola bilər. Nəinki məcburiyyət içərisində nə isə eləmək. Nə isə, mənə də maraqlı gəlir sizin fikirləriniz. Mütləq şərhlərdə yazın. Ya başınıza gələn, ya ətrafınızda elə bir insanlar varsa, ya da fikirləriniz məndən üst-üstə düşürsə, və ya da düşmürsüzsə yazın. Deyin ki, yox, belə olmalıdır. Bir şey seçməlisən və onunla getməlisən. Hamının fikrinə hörmətlə yanaşıram. Mənim dediyim insanın tam olaraq özünü dərk etmədiyi dövrdə həyatının sonuna qədər onun dünyasını, həyatını formalaşdıracaq qərarın verməsidir. Yəni, məncə bu normal deyil. Mən hal-hazırda düşünürəm ki, hə, mən indi deyə bilərdim ki, mən nə olmaq istəyirəm. Mən indi fikirləşə bilərdim ki, mənim qabiliyyətim nəyə çatar, nədə daha yaxşı olar, nəyə özümün marağım olar. Başa düşdünüz nə demək istəyirəm? 8-ci sinifdə oxuyan bir, mən 9 deyirəm, mən 8-ci sinifdə oxuyan bir şagird bunu bilə bilmir. Bilirsə nə gözəl, amma çox, yəni 80% bunu bilmir, sadəcə atır. Və bir də onu deyirdim ki, yenə də təhsil olsun, musiqi sahəsi olsun, incəsənət sahəsi olsun. Bu sahələrdə də məncə inkişaf eləmək lazımdır. Konkret hamı 1-ci, 2-ci, 3-cü, 4-cü qrup deyir, məcbur özünü o istiqamətə aparır. Sondakı belə əcaib şeylər baş verir. Çox danışmaq istəmirəm. Sadəcə bu fikrə bir aydınlıq gətirmək istədim. Bundan da bir kiçik bir video hazırlamaq istədim. Çünki həmişə beynimdə olub, amma sizdən gələnləri görəndən sonra anladım ki, hamı yəni bu vəziyyətdədir. Əslən sizin fikirlərinizi öyrənmək üçün hazırlamışam bu videonu ki, şərhlərdə danışaq. Onun üçün də şərhlərdə fikirlərinizi gözləyəcəm. İxtisasınızdan razısınızmı? Dəyişmək istəyərdinizmi? Hal-hazırda hansında oxuyursunuz və hansını dəyişmək istəyirsiniz və ya nəyi bitirmisiniz, amma nə olmaq istəyirsiniz? Mütləq gözləyəcəm. Və növbəti həftələrdə sizinlə birlikdə bir video çəkəcəyik. Instagram üzərindən sizdən gələn suallar və yaxud da sizin istədiyiniz məsləhət almaq istədiyiniz mövzular, sizdən gələn yalnız təhsil barədə yox, həyatınızda baş verənlərsə maraqlı hadisələr yazacaqsınız. Sizə aid bir video çəkəcəm. Adınız da anonim olacaq. Müəyyən fikirlərinizi bildirə bilərsiniz. Yəni danışacağıq bir yerdə sizinlə birlikdə bir video düzəldəcəyik. Burada abunə olmağı unutmayın. Məni TikTok və Instagramdan da izləyin. Gələn həftə daha maraqlı bir videoda görüşmək ümidi ilə hələlik.